Salam uşaqlar, gəlin işlədiyimiz 55 suallıq sınaq izahına baxaq. 80-in 40%-ni tapın. Uşaqlar, 80-in 40%-ni ədədi faizini tapmaq üçün ədədi faiz göstərəndə vururuq, 100-ə bölürük, eləyir neçə? 32. Sıfır ixtisar gedəndə. Sonra x və y qarşı sadə ədədlər isə uşaqlar, harada qarşı sadə ədəd görürsə, hökmən orada ixtisar aparmaq lazımdır. X y bərabərdir 90-da 36-dan 3 çıxanda eləyir 33. 90-da 33 qarşı sadə ədədlərdir. İxtisar aparsam eləyəcək 30-da 11. Deməli x 11-dir, y 30-dur. Cəmi eləyəcək 41. 90 ilə düzür uşaqlar. 93 30, 33 11. Sonra gəlin baxaq 3-ə. Xəmir bişirdikdə öz kütləsinin çəkisinin 40%-ni itirir. Məsələn, kütlə olmalıdır. Kütləsinin 40%-ni itirir. 500 kg xəmirdən neçə kiloqram çörək alınır. Uşaqlar, 40% itirsə 60% qalır da. 500-ün %60-ını tapıram. Eləyir 300. Sonra əvvəlcə qabdan 6 litr 6 alma, sonra isə qalan almanın 3/1. Uşaqlar, birinci səfər 6 alma götürürəm. İkinci səbətdə x dənə almamız var. X kiloqram alma var. Birinci səfər 6 alma götürürəm. X alma var daha doğrusu. İkinci səfər isə qalan almanın 3/1. Yəni x minus 6-nın 3/1-ni götürürəm. Üçüncü səfər isə yenə 6 alma götürürəm. Deməli, nə qədər alma qaldı? Yarısı qaldı. Götürdüklərimi toplayıram. X minus 6 vur 3/1 üstəgəl 6. Bu götürdüyüm hissədir uşaqlar. Götürdüyüm hissəyə bərabər eləməliyəm. Mənə yarısı qalıbsa, bu qalan hissədir. Ümumi x-i də yarısı qalıbsa, x-in 2/1 x-ini çıxanda, deməli 2/1 x-ə bərabər eləməliyəm. Qalan hissəyə, götürdüyüm hissəyə bərabər eləməliyəm. 2/1 x. Bu da eləyir uşaqlar. 12 üstəgəl 3/1 x minus 2 bərabərdir 2/1 x-ə. Bunu da həll eləsək. 10 bərabərdir 2/1 x-dən çıxaram 3/1 x-ini. Eləyir 6/1 x bərabərdir 10-a, x də bərabərdir 60-a. Əvvəl qabda neçə alma vardı uşaqlar? 60 dənə alma var idi. Sonra baxırıq 5-ciyə. X bərabərdir 3k-dır, y bərabərdir 4k-dır, y bərabərdir 2k-dır, z bərabərdir 5k-dır. Uşaqlar, bilirik ki, eyni ədəd varsa, onları bərabərləşdirmək lazımdır. Məsələn, y-imiz 2k-dır, bunun hər tərəfini 2-yə vururam. Y bərabərdir 4k, z bərabərdir 10k. X, y, 3k. İndi x, y, z-i toplayanda 3, 4, 10. 17k bərabərdir 680-ə, k bərabərdir 40-a. K 40-dırsa, bizdən də x istəyir. 3-ü də vurarıq 40-a, eləyəcək 120. A bəndi. Gəlin baxaq. Əvvəl AB 6-dır, A vur B 180 olarsa, A plus B cəmini tapın. Uşaqlar, tutaq ki, belə deyək də, əbovun düsturu var idi. Əbovun düsturu nə idi? Əbov AB bərabərdir kök addı AB bölək C, düzdür? Demək ki, yazaram ki, kökün altında A. Gəl, biz onu yuxarıdan yazmışıq, altdan yazmaq rahat olsun. Deməli, nə dedim? Dedik ki, əbov AB bərabərdir kök addı AB bölək C. Buradan əbov verib 6. Deməli, uşaqlar, kökün altında AB bölək C bərabərdir 6-ya. AB bölsə necə eləyir? AB bölsə eləyir 36. Uşaqlar, AB-nin qiymətini verib neçədir? 180-dir. 180 bölək C bərabərdir 36. C də eləyəcək 5. C-ni 5 tapdıq. Sonra uşaqlar, nə edirəm? Bilirik ki, C orta olmayan vuruqların hasilidir. Bu nə deməkdir? Tutaq ki, A-mız KX-dir, B-miz KX-dir. Uşaqlar, K-nı ortaq vuruq çıxarmışıq. Qalıb əbov XY bərabərdir 6. Yəni, burada görür ki, K-mız 6-dır. XY-də orta olmayan vuruqlar. Yəni, X vur Y C deməkdir. C-miz 5-dirsə, deməli, 5 vuruqlar hansıdır uşaqlar? 1-dən 5. Deməli, biri 1-dir, biri 5-dir. Biz axı A-ya KX demişik, KX. B-yə də KY dedik də uşaqlar, düzdür. K ortaqdır, K 6-dır. Deməli, 6x-dir, 6y-dir. X-ə 1 verəndə eləyəcək 6, Y-ə də 5 verəndə eləyəcək neçə? 30. 30 ilə də 6-nın cəmi uşaqlar eləyəcək 36. Sonra qadir əvvəlcə işin 60%-ni, daha sonra isə qalan. Uşaqlar, əvvəlcə 60%-ni görüb, sonra qalan iş. Qalan iş deyirsə 100%-dir də uşaqlar.
Ümumi işimiz 100%. 100-dən çıxıram 60 neçə eləyir? 40%. İndi 40-ın 30%-ni görürük. Bu birinci gördüyüm işdir, uşaqlar. Bu da ikinci gördüyüm işdir. 40-ın 30% eləyəcək neçə? 12. Yəni 12%-ni bir görmüşəm, 60%-ni bir görmüşəm. Neçə faizini görmüşəm? 60 üstə gəl 12 eləyəcək 72. Ümumi 100%-dir də 28% qalıb deməli. 100-dən də çıxacağam 72, qalacaq 28. Yəni 28 100-ün neçə faizidir? 28%. Sahəsi 42 olan əkin yerini 3-4 nisbətində 2 yerə bölünmüşdür. Bu asan uşaqlar. 42-ni böləcəksiniz 7-yə eləyəcək 6. Kiçiyin sahəsini istəyir 6, burası 3-ə alacaq son 8. Sonra kiçik akvariumda 2 balıq, orta ölçülü akvariumda 4 balıq, böyük akvariumda isə 60 balıq var. Uşaqlar baxın, birinci akvarium, ikinci akvarium. Bizə ən çox akvarium lazımdır deyə biz nə etməliyik? Daha çox akvarium lazım olur. Çox akvarium istifadə olunması üçün uşaqlar. Deməli mən 2 balıqdan akvariumdan çox istifadə etməliyəm ki, balığımın sayı az getsin, akvarium sayı çox olsun. Ta ki bu 6 balıqdır, bu 4 balıqdır, uşaq bu da 2 balıq tutur. 60 dənə balıqdır. 60 dənə balığın bir dənəsini, alt dənəsini yerləşdirin bu akvariuma. Yəni akvariumun biri getdi, düzdür? Qaldı 54 dənə balıq. 54 dənə balığın 4 dənəsini yerləşdirin bu akvariuma. Yəni akvariumun biri getdi, qaldı 50 dənə balıq. Bu da 2 balıq tutur da, düzdürmü? 50 balığı da 2 balıq akvariuma yerləşdirən neçə dənə akvarium lazımdır? 25 dənə. Toplayanda 25 1 eləyəcək 27 dənə. Sonra 10-cu sualda deyilir ki, bu tip sualların cavabı uşaqlar həmişə 3 olur. Gəlin hesablayaq. Deməli, əkov 3 ilə 5 necə ədədlərdir? 3 ilə 5 qarşı sadə ədədlərdir, düzdür? Qarşı sədənin əkovu nəyə bərabərdir? Onların hasilinə 3 qarşıdadır, 3-ü yazıram. 3 üstü n, vuraq 5 üstü n. Əbu bu nəyə bərabərdir? Əbu 1-ə bərabərdir. Qarşıda 2 var. 2 bərabərdir 133. Buradan uşaqlar 3 vuraq, 3 üstü n vur, 5 üstü n bərabərdir 135-ə. 3 üstü n vur, 5 üstü n, 135-i də 3-ə bölündə uşaqlar eləyəcək 45. İndi deyək ki, n-in qiyməti 2-imdir. Gətirib yazıram yerinə. N-in yerinə 2 yazıram. 3 üstü 2 vur 5 üstü n bərabərdir 45-ə. 3 üstü 2 nə deməkdir uşaqlar? 9. 9 üstü n vur 5 üstü n bərabərdir 45-ə. Üstlər bərabərdir, aşağıları bir-birinə vururam. 45 üstü n bərabərdir 45-ə uşaqlar. M də eləyəcək 1. M 1-dirsə, n-im eləyir 2. 1 ilə 2-nin cəmi eləyəcək neçə? 3. Sonra Nihat və Muradın düzəltdikləri çərpənəklərin sayı və onların sərf etdikləri saat miqdarı əks olunmuşdur. Onlar bir işdə eyni məhsul 120 çərpənək saatda hazırlayırlar. Uşaqlar, Nihat 5 saatda 40 çərpənək hazırlayır. Bəs 1 saata nə qədər hazırlayır? X-im eləyər neçə? 8. Deməli, 1 saatda Nihat 8 çərpənək hazırlayır. Murad 8 saatda 32 çərpənək hazırlayır. Bəs 1 saata nə qədər hazırlayır? Y. Y neçə eləyər uşaqlar? 4. Deməli, ikisi birlikdə. Biri 8 saat hazırlayır, 8 çərpənək hazırlayır, biri 4 çərpənək. İkisi birlikdə neçə çərpənək hazırlayır? 12 çərpənək, düzdür? 1 saatda ikisi birlikdə 12 çərpənək hazırlayır. İkisi birlikdə 1 saatda 12 çərpənək hazırlayırsa, bəs 120 çərpənək neçə saatda hazırlayır? 120-ni bölərəm 12-yə uşaqlar. O da eləyəcək 10 saat. Sonra, yəni başqa bir şey deyim ki, cavabımız budur. Diaqramda hər bir qabda su və şəkərin miqdarı verilmişdir. Hər qab qarşıda əmrə gələn məhlulda neçə faiz şəkər olar? Uşaqlar, bunu qabları sonra yaza bilərik. Gəlin qabları sonra yazaq. Tutaq ki, 3 dənə qabı qatışdırırıq. Alırıq 4-cü qabı. Deməli, birinci qabda 20 qram şəkər var, 40 qram su var. 20 qram şəkər, 40 qram su. Yox, gəlin ayrı-ayrı yazaq. Uşaqlar, qablarla yazmırıq. Elə bildim ki, şərt oxumadım. Faiz verib. Əslində yazmaq olar, gərək hamısını ayrı-ayrı faiz hesabı, o da vaxt aparır. Yəni, ondansa tutaq ki, birinci qabda nə qədər şəkər var? 20 qram şəkər var, 40 qram su var, düzdür? İkinci qabda nə qədər şəkər var? İkinci qabda 10 qram şəkər var. Nə qədər su var?
30 qram su var, düzdür? 3-cü qabda nə qədər şəkər var? 40 qram şəkər var. Uşaqlar, 60 qram da su var, düzdür? İndi hər qavanın əmək qiymətinə neçə faiz şəkər var? Birinci qabda nə qədər şəkər var, uşaqlar? Birinci qabda 20 qram. 20 qram, 10 qram, 40 qram. Neçə qram yeyir toplayanda? Şəkərləri toplayanda, şəkər böl məhlul da faiz tapanda. Şəkər böl məhlul vur 100. 20, 10, 40. Neçə elədi uşaqlar? 70, düzdür? 70. Məhlul nədir? Hamısı. Şəkərlə suyun qarışığı. Yəni birinci qabda nə qədər məhlul var? 60 qram. İkinci qabda nə qədər məhlul var? 40 qram. Üçüncü qabda nə qədər məhlul var? 100 qram. Bunları toplayanda 200 eləyəcək, düzdür? Böləcəm ümumi məhlula, vururam 100-ə. O deyir uşaqlar 35. Bildiyin nədir? Şəkərləri topladıq, böldük məhlula, vurduq 100-ə. Məhlulda su deyil ha, yalnız suyu toplamırıq. Məhlul şəkərlə suyun qarışığıdır. Yəni bunlar hamısı məhluldur. Məhlul. Şəkərləri topladıq, şəkəri böldük məhlula. Məhlula dedik nədir? Hər qabdakı şəkərlə suyun cəmidir. Nihat və Amidin işlədiyi günlər və hazırladığı detalların sayı vermişdir. Uşaqlar, 6 günə 54 detal hazırlayır. Bir gün nə qədər hazırlayır? X-in neçə elədir? 9. 8 günə 40 detal hazırlayır. Bir günə nə qədər hazırlayacaq? Y neçə eləyəcək? 5. Biri bir günə 9 detal, biri 5 detal. İkisi bir neçə detal hazırlayır bir günə? 9 plus 5 eləyir 14 detal. İkisi birlikdə 14 detal hazırlayır bir günə. Və 84 detal neçə günə hazırlayır? Bir günə 14 detal hazırlayırsa, 84-də bölürəm 14-də, alaram 6 günə. Yəni 84 detallı ikisi bir neçə gün hazırlayacaq uşaqlar? 6 günə. Cavab oldu 6. Sonra gəlin baxaq 14-də. Uşaqlar 2 saata 18 litr su vurur. 1 saata nə qədər vuracaq? X neçə elədir? 9. 3 saata 15 litr su vurur. 1 saata nə qədər vuracaq? Y neçə eləyir? 5. İkisi 1 saata nə qədər su vurar? 5 bu vurur, 9 da bu vurur, düzdür? 9 plus 5 elədi 14. Oy, şərti elə bildim uşaqlar, yenə deyir, yox elə deyil, gözlüyün nə deyir? Deyir ki, 9 saat açıq qalarsa, 9 saat açıq qalarsa, 1 saata 9 litr vurursa, 9 saata 9 vur 9 eləyəcək 81 litr vuracaq. 1 saata 5 litr boşaldırsa, 9 saat açıq qalanda 9 vur 5 eləyəcək 45 litr boşaldacaq. 81 vurur uşaqlar, 45 boşaldır. Neçə elədir? Bir ki boşalanda suyu çıxırıq da, eləyir 36, düzdür? Deyir ki, tov neçə faizi dolmuş? Demək 36 litr dolub da, 36 gündə neçə faiz edir? 36 böl 100 vur 100. Eləyəcək neçə? 36 faizi. Yəni düzgün cavab 36-dır. Uşaqlar, kəsirini tam ixtisar etdikdə x böl y kəsiri alınır. Deməli, x böl y necə ədədlərdir? X, y qarşı sadə ədədlərdir. Çünki ixtisar edəndən sonra alınıbsa, demək ki, bu kəsirin ortaq vuruğu yoxdur. Qarşı saatən əköb nəyə bərabərdir? Onların hasilinə. Bərabərdir 7 üstü 10-a. Buradan da x, y üstü 5 bərabərdir 7 üstü 10-a. Buradan da x, y eləyəcək neçə uşaqlar? 7-nin kvadratı 49. 49 hansı ədədlərin hasilidir? 7 vur 7-nin uşaqlar. Bir də 1 vur 49-un. Mən 7 vur 7 götürə bilmərəm. Çünki 7 vur 7 götürsəm, axı deyir x, y kəsiri ixtisar etdikdən sonra alınır. Axı 7, 7 ixtisar, yeni ixtisar olunur. Demək ki, x-in 1-dir, y-in də 49-dur uşaqlar. Başa düşdük? Çünki 7, 7 ixtisar olunandır yenə. Deməli, yazıram ki, t plus 2 bölək 100 t plus 47 bərabərdir 49-da 1-ə. Çarpaz vursam, 49 t üstə gəl 98 bərabərdir. Üzr sanki səsim batır. 100 t plus 47-yə. Buradan da 51 t bərabərdir 51-ə. T neçə eləyir uşaqlar? T də eləyəcək 1. Deməli, t 1-dir. X-in 1-dir, y-in 49-dur. Bunların cəmi neçə eləyəcək? 1 plus 1 plus 49, o da eləyəcək 51. Yəni, cavab 51-dir. Sonra, M-in hansı qiyməti qalıq ən böyük olar? Uşaqlar, qalığın ən böyük olması üçün qalıq 8 olar da. Qalıq həmişə böləndən 1 vay kiçik olur, ən böyük qiyməti. M bərabərdir 7 vur 9 üstə gəl 8, 63-ün də üstə 8 gələn neçə yer uşaqlar? 71 eləyir. Sonra
Tacəddin 6 ədəd detal üçün 15 manat ödəyərsən. Uşaqlar 6 ədəd detalı 15 manat ödəyirəm. 14 detal nə qədər ödəyəcəm? X manat. Düz asıldı da. Detalın sayı artanda verdiyim pul da artır. Onda 6x bərabərdir. 15 vuraq 14-ə. Sonra uşaqlar çarparam birbaşa vurmaq istəmirəm. 6-nı 3-ə 2, 15-i 3-ə 5, 2 ilə 14, 7. Eləyəcək 35. Nə qədər pul verəcək? 35 manat. Sonra uşaqlar siz ən kiçik sadə ədəd. Ən kiçik sadə ədəd hansıdır? 2-dir. Düzdür? Düzgün kəsr olmaq üçün kat tam ədədi hansı şərti ödənməlidir? Uşaqlar düzgün kəsr olmaq üçün sürət məxrəcdən kiçik olmalıdır. 2 kiçikdir. 5 minus k-dan. Buradan da uşaqlar, yəni mənfi k böyükdür. Mənfi 3-dən. K da kiçikdir 3-dən. Düzdür? K da 3-dən kiçikdir. Sonra yəni 1 də 2 qiymətini verə bilərik. K kiçikdir 3-dən. A bəndi. Qadir 40 km yolun 30%-ni getdikdən sonra daha neçə kilometr getməli ki, yolun sonuna çatır. Uşaqlar 40-da da 40-ın 30%-nin gedib neçəsi qalıbdır? 12. Deməli bu 12 kilometr gedibdir, düzdür? Sənə də deyir ki, yolun sonuna çatmalıdır. 12-sini gedibsə, 40-dan 12-sini çıxarım. Yolun sonuna çatmaq üçün nə qədər getmək lazımdır? 28. Əlavə bir 28 kilometrə getməli ki, yolun sonuna çatsın. 3 ardıcıl nata ədədinin cəmi 66-dır. Uşaqlar, ardıcıl ədədlər necə yazılır? n plus 1, n plus 2 neçəyə bərabərdir? 66-ya. 3n plus 3 bərabərdir 66, 3n bərabərdir 63. N neçə eləyəcək? Edir 21. Ədədlərin ən böyük, ən kiçiyin hansını tap. Deməli, ən kiçiyi 21-dir uşaqlar. Ən böyüyü 23-dür. 21-i də vuranda 23-ə, o deyəcək uşaqlar. 23-ü 20-yə vuranda 460, 460-ın da üstə 23 gələndə 483 eləyir. Səhv hesablamalıdırsa. Bir dənə kalkulyatorda vurum uşaqlar. Da vurmaq istəmirəm. 21-i 23-ə vurdum. 21 vuraq 23. Bəli, 480. Sonra idman malları mağazasında Əbdürrəhman hər birinin qiyməti 600 manat olan velosiped satışını həyata keçirir. 2 velosiped alana ikinci velosiped üçün 80% endirim edilir. 2 velosiped altı neçə manat ödəməlidir? Uşaqlar, birincini 600 manatdır da, birinci düzdür. İkinciyə 80% endirim edilirsə, demək ikinci velosipedi 20% ilə alır. 600-ün 20% neçə eləyir uşaqlar? Eləyir 600-ün 20%-i 120. Demək birinciyə 600 manat pul verib, ikinciyə 120 manat. 600 üstə gəl 120 eləyəcək 720. Nə qədər pul verib? 720 manat pul verib. Uşaqlar, baxırıq 22-ci suala. Ümumi biliklər deyəndə uşaqlar, ümumi biliklərə deyir 3y oğlandır, 6x qızdır. Cəmi nə qədər? 90. Deməli 3y plus 6x bərabərdir 90-a. Sonra AES qrupunda isə y x-dir. Y plus x neçəyə bərabərdir? O da bərabərdir 20-yə, düzdür. Mən buradan x y tapa bilərəm uşaqlar. Tutaq ki, ikincinin hər tərəfini 3-ə vursam, tərəf-tərəfə çıxsam. 3y plus 6x bərabərdir 90-a. İkincinin hər tərəfini 3-ə vuranda 3y üstə gəl 3x bərabərdir 60-a. Tərəf-tərəfə çıxsam 3x bərabərdir 30, x eləyəcək 10. X-im 10-dursa, uşaqlar, aparıb yerinə qoysam, x-im 10-dursa, y də eləyəcək 10. X-i y 10 tapdım. İndi görün bizə nə deyir? Deyir ki, AES qrupundakı qızların sayı nə qədər qızı var? X qızı var. X-i 10 tapışam. Deməli 10 dənə qız var. Ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsidir? Ümumi biliklərdə nə qədər oğlan var? İlk 10 tapışam 30. Yəni 10-30-un hansı hissəsidir uşaqlar? 10 böl 30 o deyəcək 3də 1 hissəsi. Sonra sinifdəki şagirdlərin 80% ingilis, 60% isə fransız dilini bilir. Sinifdəki şagird neçə faizi hərəkət edə bilir? Uşaqlar 60 ilə 80-i toplayarıq. Neçə eləyəcək? 140. Ümumi 100%-dir da. Demək ki, bunun 40%-i hərəkət edə bilir. Sonra birinci çəndə 200 kub metr su var, ikinci çəndə 112 kub metr. Birinci çəndən ikinci çənə, yəni səsim dolu. 112 nisbətən saatda 22 kub metr su çox töküldüyü məlumdursa, neçə saatdan sonra çənlərdə olan suyun həcmi bərabər eyni olar. Uşaqlar, birinci 200-dür, 200 kub metr, ikincidə 112 kub metr su var.
Saatda x plus 22 çox vurur. Tutaq ki, bundan x plus 22 tökülür, uşaqlar su. Bundan da x tökülür, düzdür? Saatda deyən qurursan 1 saniyə, bilmirəm də. Bunu vuracam t-yə, bərabər eləyəcəm, bunu da vururam t-yə və çıxıram uşaqlar. 200-dən çıxıram, x plus 22 vur t-ni, çünki 200, birinci çəndə 240 metr su var və saatda 22 metr su çox tökülür ikinci çənə nisbətən. Ona görə birincinin x plus 22 tökülür saatda, ikinci də x tökülür. Sonra bunu həll eləsəm uşaqlar 200 çıxaq xt çıxaq 22t bərabərdir 112 minus xt. Buradan da xt-lərim geçsəm qalacaq uşaqlar 200-dən də 112 çıxanda 22t bərabərdir 88-ə, t də bərabərdir 4-ə. Yəni 4 saatdan sonra həcmləri eyni olar. 3 ədədin cəmi 30-dur. İkinci ədəd birincidən 4 dəfə böyük. Bax, uşaqlar 3 dənə ədəddir. İkinci ədəd birincidən 4 dəfə böyükdür. Demək, ikinci ədəd 4x-dir. Birinci ədəd x-dir. 1, 2, bu da 3. İkinci ədəd birincidən 4 dəfə böyükdür də. 4x x-dir, düzdür. Üçüncü ədəddən isə 6 vahid böyükdür. Yəni, ikinci ədəd üçüncü ədəddən 6 vahid böyükdürsə, mən bunu dəyişənmərəm. 4x plus 6 yazamərəm. Onda birinci ilə şərt ödənmir. Ona görə mən üçüncü ədədi 4x minus 6 götürürəm. Həqiqətən, ikinci ədəd birincidən 4 dəfə böyükdür də, 4x x-dən 4 dəfə böyükdürmü? Həqiqətən 4x minus 6-dan da 6 vahid böyükdür də, yəni üçüncü 6 vahid kiçikdir. 3-ün cəmi 30-dur. Eləyəcək toplayanda 9x minus 6 bərabərdir 30-a, 9x bərabərdir 36-ya, x eləyəcək 4. Bu ədədlərin hasilini tap. Demək ki, uşaqlar, birinci ədədim 4-dür. İkinci ədədim 16-dır. Üçüncü ədədim də 10-dur. Ədədlərin hasilini necə eləyəcək? 4 vur, 16 vur, 10. O deyəcək uşaqlar 640. Sonra yenə eyni sualda 100% cavabı 3 eləyəcək. Qarşı tərəflərin əkoblu onların hasilidir. Yəni 2 vuraq 3 üstü n, vur 2 üstü n. Topda da buna aid sual çoxdur uşaqlar. Çıxaq 3 bərabərdir 33-ə. 3 üstü n, vur 2 üstü n. Qabaqda 2 var. Bərabərdir 36-ya. 3 üstü n, vur 2 üstü n. Bərabərdir 18-ə. 36-ın 2-yə bölük. Deyir, m-in qiyməti 2-dir. Gətirib yazıram yerinə. 3 üstü 2n vuraq. 2 üstü n bərabərdir 18-ə. Buradan da 9 üstü n vur 2 üstü n bərabərdir 18-ə. 18 üstü n bərabərdir 18. N də eləyəcək 1. N-in 1-dirsə uşaqlar m-in necə eləyir? M də eləyəcək 2. 2 ilə də birinci cəmi o da eləyir 3. Yəni həmişə cavabı 3-dür. Görüm hansı qəbulda düşmüşdür bir dəfədə uşaqlar. Sualın içi də işləmişdi. 2020-nin buraxışına ki, uşaqlar bir də baxın, görürsünüz 2022-nin buraxışına düşüb eyni suallardır, cavabı da 3-dür. İki fəhlə bir işdə iş 6 saata görür. Birinci fəhlə ikinci fəhlədən 9 saat ləng görür. Uşaqlar, demək ki, birinci fəhlə 1 böl t plus 9 saata görür. İkinci fəhlə isə nəyə görür? 1 böl t saata görür. Toplasam, eləyəcək 6-da 1. Gəlin, biraz balaca yazım, həll edeyim, bu sığdıramadım. Deməli, nə dedik? 1 bölək t plus 9, üstə gələk 1 böl t bərabərdir 6-da 1-ə. Son uşaqlar, nə edirəm? Ortaq məxrəc t vuraq, t plus 9-u da düzdür. Yuxarıda birinci kəsrə böləndə qalır t üstə gəl, t plus 9 bərabərdir 6-da 1. Bu da eləyəcək 2t plus 9 bölək t kvadratı plus 9t bərabərdir 6-da 1-ə. Uşaqlar, çarpaz vursam 12t plus 54 bərabərdir t kvadratı plus 9t-yə. Buradan da t kvadratı, hamısını sağa keçirsəm, t kvadratı minus 3t minus 54 bərabəri 0. Uşaqlar, vietnəm kökləri cəmi 3, kökləri hasili mənfi 54 olan ədəd hansı da? Kökləri cəmi 3-dür, kökləri hasili mənfi t1 bərabərdir, mənfi 6-dır, t2 bərabərdir 9-dur. Deməli, ədədimiz 9-dur, düzdür. Birinci fəhlə neçə saata görür? Axı, birinci fəhlə ikincidən 9 saat ləng görür. Demək, ikinci fəhlə 9 saata görürsə, birinci fəhlə neçə saata görəcək uşaqlar? 9 üstə gəl 9, 18 saata. Yəni, birinci fəhlə təhlükə 18 saata görər. Uşaqlar, faizi kəsir çevirəndə 1-2 100-ə bölürük. O deyəcək 1,75. Cədvəldə A və B ədədləri müxtəlif sayda vurğuları verilmişdir.
Əbob AB. Uşaqlar bilir ki, əbobu tapanda üstü kiçikləri götürürük, əkobu tapanda üstü böyükləri götürürük. Bu 3 üstü 6 vur. K üstü 2 vuruğudur. Yox, gözüm bir dəqiqə səhv dedim uşaqlar. 3 üstü 6 vuraq. Hə, düz dedim. K üstü 2 vuruğudur. Bu A-nı ifadə edir. İndi B-ni deyirəm. B nə edir uşaqlar? B də eləyəcək. Deməli, 3 üstü 2 vuraq neçə? 3 üstü 2. B-nin vuruğu budur da uşaqlar. Vuraq K üstü neçədir? K üstü 7-dir. Dedik ki, əbobda üstü kiçiklər götürülür. 3 üstü 2 vur K üstü 7. Əbobda üstü kiçiklər götür. Üstü kiçiklər hansıdır? 3-lərdən. 3-lərdə üstü kiçiklər 3 üstü 2-dir. K-lardan nədir? K kvadrat. Bərabərdir 441-ə. K kvadrat 441-i 9-a böləndə 49 eləyir. K da eləyəcək 7. Əkobda üstü kiçikləri götürürük. Əbobda üstü böyükləri. Gəldik 30-cu suala. Yenə eyni şeydir uşaqlar. A-nın vuruğunu yazıram. A-nın vuruğu nəyə bərabərdir? 3 üstü 6. Sonra vuraq neçə? 7 üstü 3-dür. B-nin vuruğu nədir? Bax, B hansı idi? Bax, B budur uşaqlar. B-nin vuruğu. 3 üstü 5. Vuraq neçə? 7 üstü 6. Və C-nin vuruğu nədir? 3 üstü 4. Vuraq neçə? 7 üstü 7. İndi gəlin baxaq. Deyir əkob AB. Əkobda üstü A ilə B-nin üstü böyükləri götürülür. Uşaqlar A ilə B budur. Üstü böyüklər hansıdır? 3 üstü 6 ilə 7 üstü 6. 3 üstü 6 ilə 7 üstü 6. Əbobda da üstü kiçiklər götürülür. B ilə C-də üstü kiçiklər hansıdır uşaqlar? 3 üstü 4 ilə 7 üstü 6. İxtisar gedəcək. Qalacaq neçə? 7 üstü 6-lar gedir uşaqlar. Desin, məncə səhv yazılmışdı, səhv eləmirəmsə. Qalır 3 üstü 2, o deyir 49. Düzgün cavab 49 uşaqlar. Sonra 3 ardıcıl tək natural ədədin cəminin 5-də 3 hissəsi 70,2 olar. Uşaqlar, ardıcıl tək natural ədədi necə yazarıq? X plus 1, x plus 3 yaza bilərik. 1 yazıram. 2n plus 1, 2n plus 3, 2n plus 5-də düzdür. Deyir, bax, bu cəmin 5-də 3 hissəsi neçəyə bərabərdir? 70,2-yə bərabərdir. Eləyəcək uşaqlar, 8n plus 9 bərabərdir. 70,2 vuraq neçə? 3-də 5. 8n plus 9 neçə edir uşaqlar? 70,2-ni 3-də 5-ə vuranda, 70,2-ni 5-ə vuranda, 5-i 7-yə vuranda 350, 351 eləyir. 351-i də 3-ə böləndə uşaqlar neçə dəfə düşür? Bir dəfə bölüm. 351-i 3-ə böləndə. Bir dəfə 117. Deməli elədi, bu da 117. Buradan da 8-in, yenə səsim getdi, bərabərdir. 117-dən 9 çıxan neçəsi qalır uşaqlar? 108-i 108-i Nəsə yəqin səhv hesabladıq. Gözün tezimdə baxaq. Üç ardıcıl tək natural ədədin cəminin 5-də 3 hissəsi. Bəlkə də kəsr 2-dir. Bəlkə də düz hesabladıq. Nəsə sildik. Təzədən yazaq, heç nə olmaz. Deməli 2n plus 1 üstə gəlir 2n plus 3 üstə gəlir 2n plus 5-in cəmin 5-də 3 hissəsi. 5-də 3 hissəsi 70,2-yə bərabərdir. Buradan da uşaqlar 6n plus 9, 5-in üstü 8, 6n plus 9 bərabərdir. 70,2 vuraq neçə? 3-də 5. 70,2-ni də 3-də 5-in tapanda uşaqlar eləyir 117. 6n plus 9 bərabərdir 117. 117-dən çıxıram 9-unu. 6n. Hə, mən ora 8n yazmışdım. Bir uşaqlar 2n, 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 8n yazmışdım. Həmişə də yazıram. Yenəsə 108. Buradan n tapanda eləyəcək neçə? Bir də 6, 16, 18. Deməli, n-im 18-dir, düzdür. Mən ora 8n yazmışdım. Yadıma düşdü. N-im 18-dir. Böyük ədədi tap. Böyük ədədə 2n plus 5-dir uşaqlar. 18-i vuracam 2-yə. Üstə gələn 5. O deyir 41. Deməli, böyük ədəd neçəyə bərabərdir uşaqlar? 41-ə. Ora biraz şey al, ətdən yazdım.
Dedik ki 2n plus 5'dir. Ədədimiz 2n plus 1. 18 vur 2 üstə gəl 5. O da elədi 41. Sonra n və n uyğun olaraq n və n ədədlərinin sayda vuruqları çoxluq olarsa. Sayda vuruqları çoxluq olarsa, deməli m ədədi uşaqlar 5 vur 13 vur 2-dir. O da elədi 130. N ədədi nəyə bərabərdir? 7 vur 11-ə. Elədi 77. İndi 130 üstə gəl 77 bölək 130 minus 77. Bu da elədi uşaqlar 130 üstə 77 gələndə 207. 130-dan da 77 çıxanda eləyəcək 53. Deməli, hesablamda 5 2-yə 10 130. 130 üstə 77 gəldim. 77 207. O da elədi 53. O da heç nəyə ixtisar getmir. Sonra zavodda bitiricilərin 35% kişilər təşkil edir. Qadınlar kişilərdən x dənə işçi var. Onun sıfırdan %35 x nədir? Kişidir. Qadınlar onda qadınlar nə qədər olur uşaqlar? Sıfırdan %65 x də qadın olur. Qadın kişidən 220 nəfər çoxsa, demək ki, qadından çıxacam kişini bərabər eləyəcəm neçəyə? 222-yə. Bu da eləyəcək 0,30x bərabərdir 222-yə. X də bərabərdir. Da 30-u silək 0,13 yazaq. Onsuz da arxada 0 yazılmır. Deməli 0,3x bərabərdir 222-yə. X eləyəcək uşaqlar 222-ni böləcəm 3-ə vuracam. Ona deyəcək 740. Zavodda yəni 740 nəfər adam işləyir. Bölündüyüsündən vergül var 2 dənə. Deməli 450,45-i böləcəm 45-ə. Bir dəfə uşaqlar qaldı 0. Yerləşmir 0 tam yazırıq. Sonra 10 tam elədi düzdür. Təzədən 2 dənə rəqəm 4-ün içində 45 yerləşmir. 45 yendirdim. Onda bura bir dənə 0 atacağım. O deyəcək bir dəfə. 10 tam %1. 10 tam %1-in də üzərində 29 tam 99 gələndə uşaqlar eləyəcək 40. Səhv hesablamadığımız elədi 40. Sonra gəlin baxaq. Yəni baxaq götürüb hesabladıq mı? Deməli neynədik? 4 sayı tam %45-i 4 sayı tam %45-i uşaqlar böldük 45-ə. Aldıq 10 tam %1. Onu da üzərinə gəldik. 29 tam 99 yazmışam da mən düzdür 99 elədik. 40 tam düz hesablamışam. 48-dən 8-ə 7 hissəsi 48 vuraq 8-ə 7 o da eləyəcək 6 qalır da 6 tam 7-nin 42. 260 metr uzunluqlu boru 2 hissəyə bölündü. Birinci hissənin uzunluğu 24%, ikinci hissənin 54%-nə bərabərdirsə. Uşaqlar deməli x ilikdə 2 hissəyə bölündü. X plus y neçəyə bərabər? 260-dır. Birinin 24%, 24x bərabər, ikincinin 54%-nə. 54 y deməkdir bu. Buradan ixtisar aparsam 6-ya 54 6-ya 24 6-ya bölünür. 8x bərabər yox. 24 6-ya bölünür yoxsa başqa bölünən var. Gəlin baxaq. 24 6-ya böləndə 4x bərabərdir 59y. Deməli x-im 9k-dır uşaqlar. Y-imdə 4k-dır. Gətirib yazıram bax yuxarıda yerinə. 4k plus 9k bərabərdir 260-a. 13k bərabərdir 260-a. K da eləyəcək 20. K-nı 20 tapdım. Sənə böyük hissə soruşur. Böyük hissə hansıdır? 9k-dır da uşaqlar. Baxın. Böyük hissəm 9k-dır. 9 da vuranda 20-yə eləyəcək neçə? 180. Deməli neçə oldu? Deyəsən buna mənfi var. İndi 9 vurayım eləyəcək 180. Böyük hissənin uzunluğu 180-dir. Sonra əhalinin sayı əvvəlcə 7 idi. İndi əhalinin sayı 70. Uşaqlar kişi əmək dəyişməsinin faydası kimdə yaza bilərik dedim. Başqa cür yaza bilərik. Başqa necə yazarıq? Məsələn 70 minə 100 yazarıq. 74.200x yazarıq. Orada neçə faiz artdığını taparıq. Və yaxud da 74.200-dən fərq böl dandə. 70.000 bölək neçə? 70.000. Çünki 70 mindən qalxıb da. 70.000 səhv yazdım. 70.000 vuraq 100. Bu da eləcək uşaqlar 74.200-dən 70.000 çıxanda qalır 4.200. 4.200
səhv yazıram. 4200 böləcəm 70.000-ə. Vururam 100-ə. 100 ixtisar getsə, 2 getsə 47 eləcə 6. Bizim cavab 6-dır. İki cəmiyyətin dəyişməsinin faizi faydası. Fərq böl damda. Bu eləcək uşaqlar 90-da 24. İxtisar aparsam 6 yaparsam 24-də 6-ya 4, 15-də 4 eləyəcək. 15-də 4-ün üzərinə də gələcəm 10-da 2. Ortaq məxrəc 30-dur. 30 15-ə 2-dən 4-ün 8, 30-u 10-a 6. O da elədi 30-da 14. İxtisar aparsam eləyəcək neçə uşaqlar? 15-də 7. Düz hesabladım da 15-də 4, 15-də 10-da 2 kənədə 8, 34, 15-də 7. Sürəti məxrəcindən 3 vahid kiçik olan kəsrin özü ilə tərsinin cəmi 2/9 olarsa bu kəsri tapın. Uşaqlar, sürət məxrəcindən 3 vahid kiçikdir. Onda deməli sürət x-dir, məxrəc x plus 3-dür, düzdür? Özü ilə tərsinin cəmi, tərsi də x plus 3 böl x-dir. Bərabərdir 2/9. 2/9 nə yazıram? 10/29 yazıram. Uşaqlar, bunu həll eləsəm, deməli, bir dəqiqə zəhmət olmasa, ortaq məxrəc nədir? X vuraq, x plus 3-dür. Məxrəclərin müxtəlifi deyə çarpaz vururam. X-in kvadratı üstə gəlir x plus 3-ün kvadratı. Bərabərdir 10/29-a. Buradan da x-in kvadratı üstə gələk. X-in kvadratı üstə gəl 6x üstə gələk 9 bölü x-in kvadratı üstə gəl 3x. Bərabərdir neçə uşaqlar? 10/29. Bunu da çarpaz vurub yazsam burada başa düşməyəsiniz. Gözləyin əlavə səhifə açım. Bax uşaqlar. Nə almışdıq? Yazıram ki 2x-in kvadratı. Yazıram 2x-in kvadratı üstə gəl 6x üstə gəl 9 bölək x-in kvadratı üstə gəl 3x bərabərdir 10/29. Çarpaz vursam uşaqlar 20x-in kvadratı üstə gəl 60x plus 90 bərabərdir 29x-in kvadratı üstə gəl 81x-ə. Sonra hamısını sağa keçirsəm 9x-in kvadratı 81-in 60 çıxanda 21 2 çıxaq 90 bərabərdir 0-a. Hər tərəfini 3-ə bölsəm 3x-in kvadratı minus 7x minus 30 bərabərdir 0-a. Diskriminantı tapsam xoruz imkan vermədi. 49 üstə gələk 3-ü 30-a vurdum. 90-ı da 4-ə vurdum. Uşaqlar 360. O da 409 səhv hesablamışıq. Nəysə. Gözünü tezdən yazaq. Nəsə hesab səhv eləmişik. Elə gözün hamısını başdan buradan yazaq. Bəlkə də orada səhv görsənməyəm. Falan yeri səhv yazmışsınız. Deyirsiniz. Sürət məxrəcindən 3 vahid kiçikdir. Tezdən yazıram uşaqlar. Sürət məxrəcindən 3 vahid kiçikdir. Deməli bunun sürəti x-dir. Məxrəc nədir? X plus 3-dür. Kəsin özü ilə tərsinin cəmi. Tərsi x plus 3 bölü x-dir. Bərabərdir 2/9. 10/29-a. Buradan ortaq məxrəc x vuraq. X plus 3-dür. Məxrəcdən müxtəlif onda çarpaz vurdum. X-in kvadratı üstə gələk x plus 3-ün kvadratı bərabərdir 10/29-a. X-in kvadratı üstə gəl. X-in kvadratı üstə gəl 6x plus 9 bölü x-in kvadratı üstə gəl 3x. Bərabərdir 10/29. Sonra uşaqlar 2x-in kvadratı üstə gəl 6x plus 9 bölək nə? X-in kvadratı üstə gəl 3x bərabərdir 10/29. Çarpaz vursam uşaqlar 20x-in kvadratı üstə gəl 60x plus 90 bərabərdir 29x-in kvadratı. 29-u da 3-ə vuranda, mən bir 29-a vurub 81 yazmışdım. Baxın uşaqlar. 29-a vurub 81 yazmışdım. 29-u 3-ə vuranda 87 eləyir. Plus nə? 87x
Tərəf-tərəfə çıxanda 9x-in kvadratı üstə gəl, hamısının evi sağa keçirəm uşaqlar. 27x çıxaq 90 bərabərdir 0. Sonra nə edirəm? Sonra uşaqlar, hər tərəfini 9-a bölsəm, x-in kvadratı üstə gəl 3x minus 10 bərabərdir 0. Kökləri cəmi mənfi 3, kökləri hasilə mənfi 10 ədəd hansıdır? Mənfi 5 ilə müsbət 2-dir, V-ilə yazıq. Biz də götürürük 2-ni, mənfini götürmürük. Deməli, x-in qiyməti 2-dir. 2 üstə gəl 3, o da elədi 5. 5-də 2. Bu kəsir tapın, kəsirimiz nəyə bərabərdir? 5-də 2-yə bərabərdir. Bayaq hesab səhv eləmişdik. Üzrü sayın. 5-də 2. Sonra uşaqlar deyir ki, A ilə B-nin kütləsi nə deyir? Təzədə maddənin bəzənmə məhdud kütləsi faiz haqqında məlumat göstərir. Məhdud A maddəsinin kütləsini hesablayın. Hə, A maddəsinin kütləsini hesablayın. Amma A ilə D haqqında nəsə demir bizə, düzdür. İbarət məhlul vermişdir. Əvvəldə maddənin bəzənmə məhdud kütləsi faiz haqqında məlumat vermişdirsə, tutaq ki, A maddəsinin kütləsi X uşaqlar, B maddəsinin kütləsi Y-dir də, düzdür. C ümumi 70%-dirsə, deməli C 28%-dirsə, deməli necə tapırıq uşaqlar? 70-i bölürük ümumiyə. X plus 40 plus 70 plus Y-ə vururam 100-ə, eləyirəm 28. Buradan da 70 bölək x plus y üstə gəl 110 bərabərdir 28 böl 100-ə. 70 bölək x plus y üstə gəl 110 bərabərdir uşaqlar neçə eləyir? Buradan ixtisar apara bilərəm. Gəlin buradakı ixtisar aparım istəyirsiniz. 28-i 7-yə böləndə 4, 70-i 7-yə böləndə 10. Hə, 14-ə gedirkən 14 aparaq. Deməli, 28-i 14-ə böləndə 2, 70-i 14-ə böləndə 5, düzdür. Burada 2 ilə də 100 gedir, qalır 50. Buradan uşaqlar 5-i dədiyə vuranda elə neçə elədi? Elədi 250. Çarpaz vurduq. Gözləyim bir dəqiqə. Bunu silim. Deməli, nə dedik? Dedik ki, x plus y plus 110 bərabərdir 250-yə. X plus y də bərabər 250-dən 110 çıxanda qalır uşaqlar 140. X plus y-in cəmi 140-dır. Bizdən də A maddəsinin kütləsini istəyir. Təzədən baxın uşaqlar, Y-in də faizi, Y-in faizi 20%. Deməli, Y-i bölürəm ümumiyə. Ümumi hansıdır? Yenə x plus y plus 110 vuraq 100 bərabərdir 20%, düzdür. Y bölək x plus y üstə gəl 110. Uşaqlar, x plus y-in qiyməti verilibdir. Gəlin yerinə qoyaq. 20 100-ə böləndə 5-də 1 qalır, düzdür. X plus y-in qiyməti tapışıq, 140 tapışıq. Y bölək 140-ın da 110 gələndə 250. Bərabərdir 5-də 1 eləyir uşaqlar. Buradan da y eləyəcək. 5-dən 250 çıxarqəsi eləyəcək 50. Y-im elədi 50. Y-i də tapdım 50. Onda x-im neçə olacaq? Cəmi 140-sa uşaqlar x-im də eləyəcək 140 minus 50. O da eləyəcək 90. Demək ki, x-im neçə dərəcə oldu? Nə qədər oldu? 90. Mənə deyir ki, A maddəsinin kütləsi. A maddəsinin kütləsi nə qədər oldu? 90. Uşaqlar necə yazdıq? Bir də deyirəm. Qatılıq faizini tapana nə edirik? Maddəni böldük məhlula. Maddəm nə qədərdir? Tutaq ki, C-ni verib 70-dir. Məhlulum nə qədərdir? Hamısının cəmi x plus y plus 70 plus y. Oradan tapdım ki, x plus y elədi 140. Mənə təzən A maddəsinin kütləsini istəyir. A maddəsinin kütləsi nədir? Yəni x bölək ümuminin cəmi. Ümumi 140-dır da. X bölək A maddəsinin kütləsini, hələ uşaqlar y-i də tapmalıyıq sonra. İndi y-i tapıram. Y-i necə tapdım? D maddəsinin kütləsi y-dir də, düzdür. Y-i böldüm ümumiyə, x plus y plus 110-a. X plus y-in qiymət neçədir uşaqlar? Baxın, x plus y-in qiymətini 140 tapmışam. Bax, bu 140 ifadəsinin qiymətini, bax, gətdim yazdım, bax, burada yerinə. Elədi, y bölək 250 bərabərdir 5-də 1. O da y-i tapdım 50. Y-im 50-dirsə, x-im neçə elədi? X-im də 90 elədi. Səndən də x-i soruşur ki, A maddəsinin kütləsi nə qədərdir? 90. Gəlin yazaq 41-i. Uşaqlar, mənfi 6-5 plus 3-2. Mənfi 6-5-in üzərinə 3-2 gələndə ortaq məxrəc 6-dır. 6 mənfi 5, 6-ın 2-dən 4. Elədi neçə? Mənfi 6-da 1.
1,12-də 5-də uşaqlar 12-də 17 deməkdir. Böləndə tərsinə çevrilir. O deyəcək, bu da 2 qalır da, -2-də 17. O deyəcək -8,5. Sonra taxıl üydükdən kütləsi çəkisinin 90% qədər un alınır. Uşaqlar 90% qədər un alınırsa, nə qədər taxıl üyütmək lazımdır ki, 260 kiloqram un alınsın. Yəni uşaqlar x kiloqram taxılım var. Taxıla nə qədər un alınır? 90%. 90% undur. Bizə dedik ki, nə qədər taxıl üyütmək lazım? 260 kiloqram un alınsın. X də bərabərdir 1260 vuraq 10 böl 9. O da eləyəcək uşaqlar 1400. Həqiqətən siz 1400-ün 90%-ni tapsaz, eləyəcək neçə? 1260. Sonra 43. 300 ədədin 40%-ni tapın. 300-ün %40-ı eləyir uşaqlar 120. Asandır. Sonra ifadəsinin qiymətini hesablayın. Məxrəcdən neçəyə güc çəkilir uşaqlar? Məxrəcə 2V güc çəkilirsə, sürətə də 2V. Yəni 100-ə vuruqda hər tərəfini eləyir 30. Birinci kəsr elədi qiyməti 2. İndi hesablayım ikinci kəsrə. 20-də 13-ü vururam, bölürəm belə deyək də, %26-ya. Böləndə uşaqlar tərsinə çevrilir. 20-də 13-ü vururam, 26-da 100-ə. İxtisar getsə qalacaq 5. Bundan getsə qalacaq 2-də 5. 2-də 5 nə deməkdir? 2,5. 2-dən də çıxanda 2,5-ni uşaq o deyir -0,5. B bəndi. Sonra bağdakı ağacların 11-də 4 hissəsi alma, 11-dəki hissəsi armuddur. Uşaqlar 11-də 4 ilə 11-də 2-ni toplayaraq eləyəcək neçə? 11-də 6. Digər ağaclar da, yəni ümumi 11-də 11 olmalıdır da. Birdən də çıxanda 11-də 6 eləyəcək 11-də 5. Digər meyvə ağacları badacalın hansı hissəsini təşkil edir uşaqlar? 11-də 5 hissəsini. Hovuzu doldurmaq üçün, yenə uşaqlar bu sual bax, başqa qəbulda da düşmüşdü, yenə. İldə də düşmüşdü, yenə düşübdü. 2 saata 18 litr su vurursa, 1 saata 9... yazmayaq, birbaşa yazmayayım. 2 saata 18 litr su vurursa, 1 saata x-im eləyəcək 9. Sonra 3 saata 15 litr su vurursa, 1 saata y-im eləyəcək 5. Neçə saat açıq qalır? 8 saat. 8 saata 8-i vururam 9-a 72 litr su vurur. 5-i vururam 8-ə 40 litr su boşaldır. 72-dən çıxacam 40-ını eləyəcək 32. Bizə deyir ki, ümumi hovuz nə qədər tutur? 50 kub metr. Yəni 32-50 kub metrin hansı hissəsidir uşaqlar? O da eləyəcək 64%. 50 100 gedir. 2-də 32 vuranda 64% elir. Sonra həcmi 45 kub metr olan hovuz 18 dəqiqə ərzində su ilə doldurulması qrafiki göstərilmişdir. Suyun axma sürətinin ən kiçik olduğu zaman aralığın hovuz neçə faiz dolmuşdur? Uşaqlar, bax, gəlin baxaq. 8 dəqiqədir də. 8 dəqiqə nə qədər su vurubdur? 9 vurubsa, tutaq ki, 1 dəqiqə x. X-im neçəyə yeyəcək? 8-də 9. Yəni 1 tam nə qədər? Sonra baxıram 8-dən 12 aralığına 4 dəqiqə. 4 dəqiqə nə qədər su vurub? 9, 31, 21. 4 dəqiqə 21 kub metr su vurubsa, tutaq ki, 1 dəqiqə y-im eləyəcək neçə? 5 tam nə qədər? Baxıram 12, 18, 6. 6 dəqiqə nə qədər su vurub? 15. 6 dəqiqəyə 15 kub metr su vurubsa, 1 dəqiqəyə də z. Z-im də eləyəcək 2 tam nə qədər? Baxıram ki, ən az su vurduğu vaxt hansıdır? Baxın uşaqlar, bura. Demək ki, ən az sürəti olan yer buradır. Çünki 8 dəqiqə nə qədər su vurub? 1 tam nə qədər su vurub? 1 dəqiqəsini tapdım ki, 1 dəqiqə ən az vurduğu su haradır? 8 dəqiqə aralıdır. Hamısının 1 dəqiqəsini tapmışam. Deməli, ən az olan hissə buradır da uşaqlar. Ən az olan hissə buradır. Bax, bura. Nə qədər su vurub 8 dəqiqəyə? 9 kub metr. 9 deyir 45-in hansı hissəsi? 9 vur 45. O deyəcək 20%. 105-i 20 edir. Deyir, suyun axma sürətinin ən kiçik olduğu zaman. Suyun axma sürətinin ən kiçik olduğu zaman aralığı 0,8 dəqiqə aralığıdır. Çünki 1 dəqiqəyə 1 tam nə qədər su vurubdur. Yəni ən az olduğu aralıq buradır. Həmin aralıqda nə qədər su vurubdur? 9 kub metr su vurub.
9,45-in deyir hansı hissəsidir? Hansı faizidir? Neçə faizidir? 25, 20%. Tənasübdür. Tənasübün kənar hədlərinin hansısı orta hədlərin hansısına bərabərdir? 3/1x bərabərdir. 9,3 vuraq. 9/7. Buradan da x bərabərdir. Mən bir ixtisar apara bilərəm uşaqlar. 3/1 ilə 9/3 gedir. Qalır 3. X də bərabər 3-ü vuracam 9/7-yə. O deyəcək 3 ilə getsə qalacaq 3/7. Yebəndə. Sonra cədvəldəki ədədlərin hansı hissəsi irrasionaldır? İrrasional ədədlər hansılar uşaqlar? Pi, kökdə 3. Sonu bilinməyən ədədlər, bir də kök çıxmayan ədədlərdir də. Bilirik ki, dövrü kəsrlər nədir? Rasionaldır, onu götürmürük. İrrasional, irrasional. Neçə dənə irrasional ədəd oldu? 4 dənə. 4 hansı hissəsi irrasionaldır? 1, 2, 3, 4. 10 dənə ədəd var uşaqlar. Onun 4 dənəsi irrasionaldır. Yəni 4 ümumi neçə faizdir? Eləyəcək 40%. Amma hissə deyir bizdən. Faizə çevirmir uşaqlar, hissə deyir. 4-ü 10-a böləndə eləyəcək 0,4%. Çünki 4 dənə irrasional ədəd var orada. Sonra baxırıq 50-yə. Şəkər çuğundurunda onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundurunda neçə ton şəkər alınır? 80 20% uşaqlar neçə eləyəcək? 16 ton. Sonra 9-a qalxısız bölünür. Uşaqlar 9-a qalxısız bölünmə nədir? Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür, düzdür? Onun hansı ən kiçik qiymət istəyir? Ən kiçik qiymət. Deməli 2 plus 1 üstəgəl A üstəgəl B. Elədi 7 üstəgəl A plus B. Mən də A-nın hansı ən kiçik qiymət dediyini görə uşaqlar. Bu da şərt vermir ki, natural ədəd rəqəm qiymətli. Natural ədəd söhbəti yoxdur. Deməli uşaqlar mən A-ya 0 verirəm. A-ya 0 versəm, B-də 2 versin. Həqiqətən 7, 2, 9, 9, 9-a tam bölünür. Yəni A-ya nə verdim? A-nın hansı ən kiçik qiymət? A-nın 0 qiymətində. Sonra hasilini tapın. Yazarıq deyilin ki, bunu M-in bərabərdir 80-ə. Sonra aks zalında hər sırada yerlərin sayı sıraların sayının 8% çoxdur. Uşaqlar, tutaq ki, yer sıra x-dir. Yerlərin sayı sıraların sayından x plus 8 də nədir? Yerdir. Bu zalda yerə ümumi sayı 184. İndi vuracaq da uşaqlar. Sıranı vuracaq yerə. 384. X-in kvadratı üstəgəl 8x minus 384 bərabər 0-dır, düzdür. Buradan da diskriminantı yarı bölmə də yaza bilən. Yarı bölmə çoxunu çalışırsınız. Yerə tam yazıram. 8-in kvadratı 64 üstəgəli 384 vuraq 4-ə. O deyir 64 üstəgəl 4-dən 4-ün 16, 4-dən 8-in 32, 33, 4-dən 3-ün 12, 15, 1536. Onun üzərinə 64 gəl neçə uşaqlar? 10, 6, 3, 9, 10, 1600. 1600-dən köy neçə çıxır? 40. Deməli, mənfi 8 plus 40 bölü 2. Mənfisinə baxmıram. O deyir 32-ni 2-yə böləndə 16. Bizə nə soruşur? Sıraların sayı. Yerlərin sayı sıraların sayından 8% çoxdur. Deməli 16 dənə sıra var. Yer nə qədərdir? 16 üstəgəl 8. 24 dənə də yeri var. Desəz ki, mənə bunu yarıya bölmə necə yazaq? Yəni yarıya bölmə necə yazaq uşaqlar? Yarıya bölmə vaxt itkisi deyildi. Hesablamaq daha rahatdır. Tutaq ki, x-in kvadratı 8x minus 184-ü yarısını götürürəm. Bax uşaqlar. 8-in yarısını götürürəm. 4-ün kvadratı 16-dır. Burada artıq 4-ə vurma yoxdur. Üzərinə gəldim 384. 4 misli yoxdur. Bax belədir. Bax düzdür. B bölü 2-nin mötədə xəzinə kvadratı minus AC. Da 4AC yoxdur. Bu da elədi 384-ün üzərinə gələndə 16 uşaqlar elədi neçə? 400. 400-dən köhnə çıxır 20. Yarıya bölmədi, yarısını götürmüşəm. 4 mənfi 4 üstəgəl 20. Burada da 2-yə bölmə yoxdur düsturda. Yəni kökü tapanda, bax belədir. Mənfi B bölü 2 plus kök altda D bölək A. Yəni artıq burada 2A yoxdur. Yəni A da 1-dir, o da eləyəcək 16. Yarıya bölmə. Ata ilə oğlun yaşları fərqi 24-dür. Atanın yaşı oğlun yaşından böldükdə nə atam? Tutaq ki, x minus y bərabərdir 24. Atanı bölürəm oğula, alıram 2, qalıq deyir 3. Deməli, ata bərabərdir. Oğlun kimisinin üzərinə 3 gəlirəm. Desəz, mənim onu necə yazdınız?
Uşaqlar, x bölü y bərabər 2, qalıq 3 deyil. X bərabərdir 2y üstəgəl 3, yəni belə yazıram. Aparıb yerinə yazıram. 2y üstəgəl 3 minus y bərabərdir 24-də. Bax, bunu getdim yerinə yazdım. Y bərabərdir 21-ə. Demək ki, oğlun 21 yaşı var. Atananda uşaqlar bizə nə istəyir? Oğlun yaşını istəyir 21. Ata desə aparıb qiyməti burada yerinə qoyub atanın yaşını tapa bilərik. Və nəhayət sonuncu sual. Uşaqlar, deməli tərəflər necə veribdir? AB 160-dır, AC 180-dir, BC 200-dür, düzdür. DF 45-dir. Uşaqlar, 180 dəfə azalıb 45 olub. 4 dəfə. Demək 160-ı 4-ə böləcəm. Bura 40, 200-ü də 4-ə böləcəm. Bura eləyəcək neçə? 50. İndi nə deyir? Bütün ağacların sayını tapın. Neçə 5 metrdən bir ağac əkilib. Uşaqlar 3 bucaq perimetrdən taparam. 200 üstə gələk 180 üstə gəl 160. Neçə elədi uşaqlar? 180 160 elədi 340. O da elədi 540. 5 metrdən bir əkildiyinə görə 540-ı bölürəm 5-ə. O da eləyəcək 108. Səhv dedim. Yoxsa düz dedim. 108. Sonra indi içəridəki 3 bucağın perimetrini tapıram. P2-ni tapıram. 40, 50, 45. Elədi uşaqlar 135. 135-i də böləcəm 5-ə. O da eləyəcək neçə? 27. Düzdür? 27, 108. Neçə ağac eləyir? 7, 8, 15, 135. Birinci yazdıq. Perimetrini tapdıq, böldük məsafəyə. İçəridəki üç bucağı da tərəflərincə tapdığımızı bildik. Yəni 180, 45 olsa neçə dəfə azalıb? 4 dəfə azalıb da. 160 da 4 dəfə azalacaq, 200 də 4 dəfə azalacaq. İçəridəki üç bucağın tərəflərini tapdıq. Bu qədər. Xahiş edirəm uşaqlar təkrar baxın. Çünki həmişə deyirəm ki, qəbullar təkrarlanır. Buraxılış sualları təkrarlanır. Yəni 2020-nin 2026-da, 2020-də də düşmə ehtimalı 100%dir uşaqlar. 2020-də, 21-də düşən sualların. Bu qədər. Sağ olun, hələlik.